Azərbaycanda əhalisi sürətlə azalan 10 rayon hansılardır? Niyə bu rayonlarda əhali sayı azalır? İnsanlar Bakıya və digər ölkələrə köçür. Kəndlər niyə boşalır? Azərbaycanda elə rayonlar var ki, getdikcə boşalır. Hətta nə qədər kənddə artıq yaşayış yoxdur. Bəzi kəndlərdə isə qalan əhali qocalardır. Gənclər isə ya evlənib ailəsini aparır gedir, ya da iş üçün paytaxt Bakıya və yaxud digər ölkələr Rusiyaya, Türkiyəyə üz tuturlar. Avropa ölkələrinə də gedənlərin sayı az deyil. Yerin Qulağı kanalı bu dəfə əhalisi sürətlə azalan 10 rayonu araşdırıb. Son 20 ildə aparılan demoqrafik araşdırmalar göstərir ki, bir çox rayonlarımızda əhalinin artım tempi 1%-dən də aşağıdır. Bəzi rayon mərkəzləri var ki, 20 ilə cəmi 10 min nəfər artıb. Bəzilərində isə əhali ümumiyyətlə azalıb. Rayonlarda əhali azalmasının səbəbləri müxtəlifdir. İş problemi birinci yerdə gəlir. İnfrastruktur, bəzi rayonlar çox az və zəif inkişaf edir. Və demoqrafik vəziyyət digər səbəblər. Budur həmin 10 rayon. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 10-cu yerdə Quba rayonu gəlir. Qubada son illərdə ən çox əhalisi azalan kəndlər qeydə alınıb. Bunun əsas səbəbləri iş yerlərinin məhdudluğu, gənclərin Bakıya və Rusiyaya axını, kənd təsərrüfatının mövsümi xarakteri daşıması, əhalinin fizioloji sıxlığının aşağı olması. Qubanın dağ kəndlərinə getdikcə gənclərin sayı azalır. Çünki müasir iş imkanları yoxdur. Qazancı olanlar isə ya şəhərə, ya da ölkədən gedirlər. Əhalisi 171.500 nəfərdir. Rusiyaya rahat getmək imkanı rayonu daha da yaşamaq üçün uyğun bölgəyə çevirib. Qubanın həm kənd təsərrüfatı, həm də turizm potensialı böyük olsa da, Bakıya yaxınlıq səbəbilə iş axını güclüdür. Məsafə qısa olduğundan bəziləri hətta həftəlik gəlib gedirlər. Tikinti, meyvə, topdan satış bazarları, təhlükəsizlik sektoru Qubalı gənclərin əsas işlədiyi sahələrdir. 9-cu yer Şəki rayonu. Şəki-Zaqatala iqtisadi rayonunda son illərdə aparılan xəritələr göstərir ki, əhali sayı azalır. Kənd əhalisi ən çox azalan bölgələrdən biri də Şəkidir. Şəkidə turizm inkişaf etsə də, bu mövsümi xarakter daşıyır və daimi iş imkanı yaratmır. Sənaye zəifdir, iş imkanları azdır. Gənclər Gəncə, Bakı, Rusiyaya üz tuturlar. Əhalinin yaşlılar üzrə payı sürətlə artır. Şəkinin ucqar kəndlərində boşalmış həyətlər artıq adi mənzərəyə çevrilib. Şəki Azərbaycanın ən tarixi, eyni zamanda ən sakit bölgələrindən biridir. Əhalisi 200 min nəfərə yaxındır. Gənclər paytaxtda, kafelərdə, otellərdə, əyləncə və xidmət sahəsində işləyirlər. 8-ci yer Gəncə şəhəri gəlir. Azərbaycanın əhalisinin sayına, sənaye məhsulları istehsalına görə 3-cü, ərazisinə görə isə ən böyük 2-ci şəhəridir. 330 mindən çox əhali yaşayır. Statistik təhlillərə görə Azərbaycanın iri şəhərlər arasında demoqrafik baxımdan ən zəif artım Gəncədədir. Son 20 ildə əhali cəmi 10.500 nəfər, yəni təxminən 11% artıb. Böyük şəhər üçün bu çox zəif göstəricidir. Səbəblər müxtəlifdir. İş imkanlarının məhdudluğu, gənclərin Bakıya axını, Rusiyaya kütləvi miqrasiya, sosial problemlər və mənzil şəraitinin ağırlaşması. Gəncədə son illərdə çox sayda yeni binalar tikilsə də, real əhali artımı zəifdir. 7-ci yer Xaçmaz rayonu. Xaçmazın da əhalisi sürətlə azalır. Xaçmaz rayonu Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Əhalisi 175.500 nəfər təşkil edir. Xaçmazda xüsusilə dağətəyi kəndlər boşalır. 66 kəndi var. Gənc əhali iş üçün getdiyi üçün kəndlərdə daha çox yaşlı əhali qalır. Rusiya ilə sərhədi 14 kilometr təşkil edir. Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Xaçmaz həm kənd təsərrüfatı, həm də turizm mərkəzidir. Amma iş mövsümi xarakter daşıyır. Xüsusilə gənclər üçün il boyu sabit maaşlı iş tapmaq çətindir. Nəticədə paytaxt istiqamətinə axın güclənir. Quba-Xaçmaz iqtisadi rayonunda aparılan tədqiqatlarda Xaçmaz əhalisi azalan kəndlərin çoxluğu ilə öndədir. 6-cı yerdə Qazax rayonu gəlir. Miqrasiyanın ən yüksək olduğu bölgələrdən biri. Gəncə-Qazax iqtisadi rayonunun tipik problemi Bakıya və Rusiyaya kütləvi miqrasiya. Əhalisi 110 min nəfərə yaxındır. İşsizlik, kəndlərində sosial infrastrukturun zəif olması, məktəbləri bitirən gənclərin rayon daxilinə gələcək görməməsi və digər bir çox səbəb bu problemə gətirib çıxarıb. Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqlimi sərt, qış və isti yay ilə xarakterizə olunur. İqlim də əhaliyə təsir edir. 5-ci yer Astara rayonu.
Astara gözəl təbiətinə baxmayaraq gənclərin çox sürətlə köçdüyü rayonlardan biridir. Səbəblər müxtəlifdir. İş imkanları azdır. Meyvə satışı, kənd təsərrüfatı gəlir gətirsə də ailəni saxlamaq üçün kifayət etmir. Gənclər əsasən paytaxt Bakıya və Rusiyaya üz tuturlar. Eyni zamanda bəzi kəndləri də sürətlə boşalır. Hər kənddə çox sayda sahibsiz qalmış ev görmək mümkündür. Astaranın iqtisadiyyatı əsasən çayçılıq, sitrus bağları və balıqçılığa söykənir. Amma bu sahələrin də gəlirləri stabil deyil. Pensiya məbləği də çox aşağıdır. 411 manat 75 qəpik təşkil edir. Turizm potensialına malik olsa da, turizmdən gələn real qazanc geniş ailə kütləsinə çatmır. Yaşlı nəsil isə adətən kənd təsərrüfatı məhsullarını satmaqla dolanır və bu sahədə də gəlir çox aşağıdır. 4-cü yerdə Zaqatala rayonu gəlir. Zaqatalada fındıqçılıq, arıçılıq və meyvəçilik geniş yayılıb. Amma bu işlər əsasən mövsümi xarakter daşıyır. Pensiya məbləği də çox aşağıdır. 411 manat 47 qəpik təşkil edir. Yaşlılar üçün ən böyük problem tək qalmaqdır. Gənclərin böyük hissəsi Bakıya, Rusiyaya üz tuturlar. Bu səbəbdən rayonda sosial yükün böyük hissəsi yaşlıların üzərinə düşür. Zaqatalaların dağ kəndləri daha da çətindir. Həkimə, apteka, bazara çıxış uzun məsafələr tələb edir. Aşağı pensiya bütün bu problemlər fonunda əhalinin real həyatını daha da çətin edir. Bu da getdikcə əhali köçünə səbəb olur. Son illər bir çox kəndlərdə məktəblərin sinif sayı belə azalıb. 3-cü yer Lənkəran rayonu. Lənkəran Astara iqtisadi rayonunda kəndlərdə əhalisi azalan bölgələrdən biri də Lənkərandır. Əhalisi 220 nəfərdən çoxdur. Rayonun 2 şəhər, 8 qəsəbə və 83 kəndi var. Çay və sitrus təsərrüfatında gəlir sabit deyil. Gənclər kütləvi şəkildə paytaxta köçür. Şəhər ətrafı kəndlər boşalır. Lənkəranda şəhərin özü sıx görünsə də, kəndlərdə əhali azalması ciddi şəkildə hiss olunur. İş yerlərinin sayı baxımından Lənkəranda vəziyyət ürəkaçan deyil. Ona görə də gənclər Bakıya, xarici ölkələrə, xüsusən Rusiyaya üz tuturlar. Lənkəranlar əsasən xidmət və restoran sektorunda çalışırlar. Sitrus bağları, çay plantasiyaları Lənkəranda əsas gəlir mənbəyidir. Turizmdə inkişaf edib, amma sabit maaş hər kəsə çatmır. 2-ci yerdə Mingəçevir şəhəri gəlir. Azərbaycanın ən zəif demoqrafik artımı olan şəhəri Mingəçevir. Əhali artımı çox aşağıdır. İş yerləri baxımından problemlər çoxdur. Bu da əhalinin tədricən paytaxtda digər ölkələrə üst tutmasına səbəb olur. Daimi və yüksək maaşlı iş yerlərinin olmaması zamanla problemin böyüməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, Mingəçevir Azərbaycanda demoqrafik templə ən zəif inkişaf edən şəhərdir. Və 1-ci yer, Azərbaycanda əhalisi sürətlə azalan, kəndləri boşalan rayon Leriş rayonudur. Lerişdə əhali sürətlə azalır və bu artıq illərin həqiqətidir. Səbəblər müxtəlifdir. Dağlıq ərazi, iqtisadi aktivliyin zəif olması, iş imkanlarının çox məhdud olması, gənclərin kütləvi şəkildə Lənkərana, Bakıya və Rusiyaya getməsi, yol və infrastruktur problemləri, kəndlərdə məktəb, xəstəxana və xidmətlərin azalması göstərilir. Lerişdə bəzi kəndlərdə indi 15-20 ailə qalıb. Bir çox evlər yalnız yayda dolur. Amerika Coğrafiya İnstitutunun Demoqrafiya və Əhali Coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov sözlərinə görə, Azərbaycanın regionları üzrə becərilə bilən torpaq resurslarının demoqrafik inkişaf baxımından məhdud və ya geniş olduğunu göstərən müvafiq xəritə hazırlanıb. Xəritə əsasında əhalinin fizioloji sıxlığının yüksək və aşağı olduğu iqtisadi, coğrafi və inzibati rayonlar fərqləndirilib. Həmçinin regionlarda orta hesablı əhalinin hər nəfərinə düşən mənzil sahəsinin azaldığı diqqətə çatdırılıb. Təqdim etdiyimiz siyahı da bu xəritə əsasında hazırlanıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və yazmağı unutmayın.